Ay Fatoş, mən sənə ona görə o sualı konkret verdim ki, sən ümumiyyətlə nə istəyirsən? Sən mənə deyirsən ki, TikTokda tanınmaq istəyirəm, takipçim çox olsun, nə bilim, mənə çox baxsınlar. Fatoş, TikTokda yəni çox baxmaq üçün gərək özü yəni o qədər aşağı səviyyəyə çalasan ki, o qədər aşağı səviyyəyə çalasan ki, sənə çox adamlar baxsın. Yəni bu tək Azərbaycanda elə deyil, bütün dünyada elədir ki, insanlar təkrarı sevmirlər, başa düşdün? İnsanlar nəsə yeni bir şey lazımdır. Çünki onlar bütün gün TikTokda elə təkrara baxırlar da. Sən də yeni şey eləmək üçün daha 1001-ci oqqanı axtarıb tapmalısan. Çünki orada 1000 dənə oqqadan oraya çıxıblar. Orada təzə bir şey də göstərə bilməyəcəksən sən. Bu bir. İkincisi, 1001 dənə oqqanı çıxartmaq üçün də gərək özünü onlardan da aşağı salasan. İndi İraq yaxşılarından da, mən yaxşılarından demirəm. O yaxşılar da heç kim baxmır. Bu iki. Üçüncüsü də ki, yəni baxışların çoxsan, yəni baxış yığmaq da asandır, adına takipçi yığmaq da asandır, hamı bunun üzərindədir. Prosta mən verim sənə reklama ki, adı nədir o, baxış nə qədər sən yığ, onu nəyə baxırsan, sən yenə deyirəm, yeni bir şey insanlara heç nə deməyəcəksən. Ola yenə də sən orada yaxşı şey eləsən də, məsələn 5 saniyəlik, 10 saniyəlik yaxşı video yazsam, mən ona reklam elətdirsəm, ona çox adam baxsa, hamı sənə tupoy kimi baxacaq. Deyəcək, bu tupoy kimdir, çıxdı üzə. Bu da təzə, bu da o birlərdən də təzə çıxdı ortaya. Sənə bu lazımdır. Vallahi ya məsləhət görmürəm də sənə. Sən Rusi, o TikTokda keçdiyim vaxtı, vallahi kitablarda keçir, nə bilim, oralarda keçir. Necə mən keçirmişəm, şükür Allaha. İndi özün də görsən də, yəni haralar mənə hörmət qoyur. Çünki elm başqa şeydir, Fatoş. Düzdür, biraz əziyyəti var, vaxtı aparır, amma mən sənə məsləhət görərdim elmi.